Salam, hər vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi insanların daimi olaraq arzuları ürəyində qalır. Burada doğru ifadə var. Qeyri-etik olsa da, indiki dövrdə daha çox mən səslənir, xüsusən gənc oğlanlar arasında. Sənin içində qalıb, sən ora gedənmədin, bura gedənmədin, plan qurdun, alınmadı, maşını alınmadı, xaricə gedənmədin və s. və ilə. Və nəticə etibarilə də insanların əksəriyyəti müəyyən yaş təbəqələrində ayrı-ayrı 20, 25, 30, 45 məqsədlər, planlar, məramlar yaranır və onları edə bilmədiyin təqdirdə təbii ki, psixologiyanda pozulur və sən pis olursan. Və əksinə müsbətə doğru, mənfiyə doğru getdikdə daha çox zəif cəhətlərin ortalığa çıxır. Çünki üst-üstə yığılır arzular, xəyallar və nəticədə olur puç. Və sonrasında da xüsusən də yerinə yetirilməyən bir növ arzular, xəyallar olsun, puç olduqdan sonra da artıq digər gələcəyə doğru ümidlər qalmır. Nə yöndə düşünəcəksən? Ona görə çalışın. Yaşınızdan asılı onlara bir hədəf olduğu təqdirdə ən azı 10 hədəfdən birini edin. Bu sənin boynuna şərt qoyulan bir hamısını et, yaxşı olacaqsan, sən pisdən yaxud pisliklərdən uzaq olacaqsan, xeyr. Müəyyən maddiyyat daxilində bacarılanlar etməli, bacarmadığın et. Çünki o kiçik, müsbət mənfilərdən kənarlaşıb, gələcəyə doğru dırnaq ucu boyda qədər olsa da ümidlər və yaxud planlar verir. Bu qədər. Çalışın hər zaman məqsədli yaxud diqqətli olun. Hər hansı bir növ çətinliyiniz olduğu təqdirdə təbii ki, mən boynunuza qoyum ki, pul verin, xeyr. Bəzi seanslar var ki, coaching xarakterli, onlar ödənişsizdir, ödənişli olanlar da var. Maddiyyatdan kənarlanlardan qoşula bilərsiniz. Ödənişli olanların da ayrı seans bölməsi var. Suallarınız olduğu təqdirdə şəxsi mesaj bölməsinə yaza bilərsiniz, məlumat ala bilərsiniz.